6 ildir ayda 26 manatdan komendant pulu verirəm. 1800 1900 manat zət pul eləyir də, 6 ildə verdiyim. Mən də yaşadığım çox mərtəbəli binada bəlkə nə bilim yüzlərlə belə evlər var da. Bu pulları yığırlar çünki komendantlar binaların təmizliyinə baxır, liftlər xarab olanda onları düzəldir. O da elə bir mənim gözümə elə bir dəyişiklik gəlməyib. Çünki liftlər hamısı 10 il qarantiyası olan şirkətlərin düzəltdiyi liftlərdir. Yəni elə bir işıqlandırma xərci yoxdur. Bir-iki dənə deyək ki, xadiməçi binada işləyən adamlara, onlara da yazıqlara, bədbəxtlərə 600 manat maaş verirlər. 3 dənə xadiməçi görürəm 6 ildir binada. Yəni bu komendant pulunu yığırlar, amma ortada bir şey olduğunu mən düşünmürəm. Yəqin ki, çox adam da mənim kimi düşünür. Elə Bakıda elə binalar var ki, orada 1 kvadrat metrə komendant pulu 1 manat 50 qəpikdir, 2 manatdır. Ağ şəhərdə bilmirəm 2 manatdır, 2 manat 50 qəpikdir nədir? Yəni 1 kvadrat metrə komendant pulusu. İndi təzə qanunlara görə bu komendant pulu məsələsi dəyişilir. Yəni bu dövlətin belə deyək idarəsinə keçəcək bu komendant pulu məsələsi. Və inanıram ki, insanlardan yığılan bu komendant pulu hara xərclənilirsə, onun da bir açıqlamasını yəqin ki, verəcəklər. Ki, yəni bu qədər pul yığıldı, bura xərcləndi, nə oldu? Yəni bir qıraq elə komendant pulu veririk, amma ortada bir şey yoxdur. Ümumiyyətlə təzə qaydaya əsasən komendant pulu komendantlardan çıxıb ödənilməlidir dövlətə, səhv eləmirəmsə, elə bir qayda eşitmişəm və bunu idarəsini də dövlət qurumları elə eləyəcək. İnşallah yaxşı olar məncə. Bir bu məsələ, bir də kirayə evlərin vergi məsələsi var. Kirayə evlərin vergi məsələsində də bir-iki məsələlər var. Onları düzəltsəydilər yaxşı olardı. Məsələn, Azərbaycanda əvvəl olub kirayə mənzillər üçün vergi 14%, indi eləyiblər 10%. Amma qonşu deyək ki, Rusiyada 4%-dir, Gürcüstanda 5%-dir. Yəni qonşu ölkələrdə yəni kirayə verilən mənzilə görə aylıq gəlirdən tutulan faizlər bizdən 2 dəfə aşağıdır. Yəqin onu da nəzərə alarlar. Və plus da qonşu ölkələrdə Rusiya, Gürcüstanda əgər kimsə evini vergiyə belə deyək uçota alırsa, kirayə məsələsini, onlar üçün xüsusi endirimlər olur. Sığorta endirimləri eləyirlər. Birinci başlayana məsəl üçün 4 yox 3%-dən eləyirlər vergilər. Yəni bunlar insanları təşviq eləmək üçün əla bir şeydir. Mənə elə gəlir ki, bizim dövlət qurumları da onlardan belə deyək də yaxşı tərəflərini götürər və əsas məsələ əgər bilmirəm bu video kimisə qabağına çıxsa və onlar üçün maraqlı olsa, mənim yaxşı mobil tətbiq belə deyək fikrim var. Həm komendant pulu üçün, həm kirayə evlərin vergi uçotuna alınması üçün yaxşı bir mobil tətbiq altyapısını qurmuşam, işləmişəm, hazırlamışam. Əgər yuxarılardan kimsə qabağına çıxsa bu video, onlar üçün maraqlı olsa daha detallı açıqlaya bilərəm. Kanalımız əmlak videoları paylaşır, əmlak satışı ilə bağlı. Kanalımızda reklam yerləşdirə bilərsiniz, satışda olan əmlaklarınızı yerləşdirə bilərsiniz. Və izləyicilərimizdən də xahişim odur ki, bizim kanalımızı izləməyə davam eləsinlər, videolar haqqında fikirlər yazsınlar və like eləməyi unutmasınlar. Hələlik.